Bakıda yol qəzası zamanı avtomobillərdən biri yanıb. Hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. İşıqforun tələbinə əməl edilməməsi səbəbindən Toyota Land Cruiser və Toyota Prius markalı avtomobillər toqquşub. Nəticədə maşınlara ciddi zərər dəyib. Toyota Prius zədələndikdən sonra yanmağa başlayıb. Abşeronun Qobu qəsəbəsində bədbəxt hadisə baş verib. 1984-cü il təvəllüdlü qəsəbə sakini Kölün Nüsrət qızı Qurbanovanı yaşadığı evdə elektrik cəryanı vurub. O hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Bakıda azyaşlının ağır xəsarət alması nəticəsindən bədbəxt hadisə baş verib. İyunun 7-si saat 1 radələrində 2023-cü il təvəllüdlü Məhəmməd Əsgərli yaşadığı Xocalı prospektində yerləşən 16 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılıb. O binanın 2-ci mərtəbəsində olan dam örtünün üzərinə düşüb. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.